Rusiyaya işləmək üçün getmək istəyənlərə bir xoş olmayan xəbər var. Deməli, Rusiyaya daxil olan miqrantlar üçün yeni nəzarət mexanizmi tətbiq olunmağa başlayıb. Bu barədə Moskva şəhər strukturlarına və FSB-yə yaxın mənbələr məlumat yayıb. Mənbələr bildirir ki, ölkəyə gələn hər bir miqrantdan DNT nümunəsi, barmaq izləri və foto şəkillər toplanacaq. İddialara əsasən onların smartfonlarına xüsusi proqram təminatı quraşdırılacaq. Bu proqram miqrantların real vaxtda geolokasiyasını, yəni harada olduqlarını, hərəkət marşrutlarını, əlaqələrini və ümumi fəaliyyətlərini izləməyə imkan verəcək. Sistemin sosial şəbəkələri avtomatik skan etdiyi də qeyd olunur. Məlumata görə Suriyaya, müharibə bölgələrinə və ya radikal hesab edilən qruplara aid edilə biləcək bəyənmə, yəni like işarəsi və ya şər miqrantın Rusiyaya girişinə qadağa qoyulmasına və ya polisə çağırılmasına səbəb ola bilər. Belə bir məlumatı Global Info saytı yayıb.